18 mart 2025-ci il tarixdə Ağdam Heydər Əliyev mərkəzində Novruz bayramına həsr olunmuş təntənəli bayram tədbiri keçirilib. Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, şəhid ailələri və qazilər, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən müəssisələrin kollektivləri, Ağdam Dövlət Dram Teatrının əməkdaşları və mədəniyyət işçiləri iştirak etmişlər. Heydər Əliyev mərkəzinin qarşısında tədbir iştirakçılarına milli mətbəx nümunələri, qədim xalq oyunları, kitablardan, muzey eksponatlarından və rəsm əsərlərindən ibarət sərgi təqdim olunmuş. İdmançılar tərəfindən müxtəlif nömrələr nümayiş etdirilmiş. Tədbir keçirilən məkana Qarabağ atlarının gəlişi iştirakçılar tərəfindən maraqla qarşılanmışdı. Heydər Əliyev mərkəzində davam edən tədbirdə əvvəlcə ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Daha sonra çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayon əhalisini və tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş. Baharın gəlişini müjdələyən, təbiətin oyanışından soraq gətirən Novruzun xalqımızın milli mənəvi dünyasında özünə məxsus yeri olduğunu bildirdi. Ağdam Musiqi Kollecinin Qarabağ İnstrumental Ansamblının müşayiəti ilə Respublikanın xalq artisti Fehruz Səxavətin ifasında rəngarəng musiqi nömrələri, Nənə Qızlar Folklor Ansamblının ifasında nümunəvi çıxışlar tədbir iştirakçılarına təqdim edilmişdi. Həmçinin bayram personajları hesab olunan Bahar Qız, Kosa və Keçəlin iştirakı tədbirə xoş ovqat qatmışdı. Şəbnəm Aslanova, Arzu Quliyev, Arzu TV, Ağdam.